Bəzən çoxuna sadəcə coğrafi məkan kimi görünə bilən bir yer, yaddaşın dərin qatlarında yaşayan tarix, nəfəs alan mədəniyyət, gözlə görünməyən ruh ola bilər. Əmircan kimi Bakıdan uzaqlaşmadan keçmişə yaxınlaşdığımız bir yer var. Əmircanın adı bir səsdir, mənası isə tarixdir. Bu yerlərin əvvəlki adı Xilə, Əmirhacan və Əmirhacıyan adlandırılıb. Hətta Abbasqulu Ağa Bakıxanov Gülüstan İrəm əsərində öz doğma kəndinin adını Əmirhacan yazmışdı. Bu ad sadəcə bir yerin adı deyil, bir zamanın izidir. Zəfərim mənim, mahnılar qoşuram bu cəlalına, keçmişində qalıb kədərim mənim. Əmircanlar tarixə belə tanınırlar, Xiləlilər daha doğrusu. Xiləllər bərk zarafat eləyən olublar. 2 neft milyonçusu çıxıb o kənddən. Şəmsə Sədullayır oradandır, Murtuzan Muxtarov oradandır. Bakının ən məşhur axundlarından, din alimlərindən bir daha Hacı olub, o da Əmircanlı idi. O ilk dəfə Azərbaycan dilində Quranı tərcümə edən olub. O, tarixə ruh, poeziyaya məna, elmə bəşəriyyət qazandıran adamlardan idi. Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında şərq və qərb düşüncəsini birləşdirən bir körpü qurdu və bu körpü elə buradan, bu evin qapısından başladı. Bu daş divarlar sadəcə bir evin yox, bir zəkanın xatirəsidir. Abbasqulu Ağa Bakıxanovun evi Əmircanın ürəyində tarixlə nəfəs alan bir məkandır. Əmircan kino salnaməmizdə də yeri olan bir məkandır. Güllələnmə təxirə salınır filmi burada çəkilib. 2002-ci ildə çəkilən filmdə müharibədən sonra bir qrup gənc oğru adlandırılsa da, xalq onları xilaskar kimi görür. Onlar varlıların artıq malını əllərindən alaraq kasıba paylayırdı. Nətərdir orada? Sakit deyil. Cümşüd. Hə? Bu da siyahı ilə adreslər. Hər evə bir pay. Oldu qardaş. Salam aleyküm, necəsən? Salam mənim balam, necəsən? Atam, Səttar Bəhruzadənin evi ha tərəfdədir qardaşım, kətdə. Yuxarı, poliklinikanın yerindən sağa. Oldu, çox sağ ol, minnətdarım. Sağa, kəndi üstünə düşürür. Oldu, sağ ol. Sağ ol mənim balam. Sağ ol. Bəli, Əmircanın daha bir sərvəti Səttar Bəhluzadədir. Müasirləri onu aramızda gəzən dahi deyə çağırırdılar. Rənglərin çılğınlığı, fırçanın azadlığı, qəlbin səsi. Bütün bunlar Səttar Bəhluzadənin yaradıcılığında var. Əmircanın ən rəngli səssizliyi məhz buradadır. O yalnız fırçanın ustası yox, həm də Əmircanın rənglə danışan səsi idi. Onun palitrasındakı rənglər Abşeron torpağından gəlirdi. Çünki o, bu torpağın Əmircanın övladı idi. Söhbət Səttar Bəhluzadədən gedir.